Deməli bu yerləşdiyimiz bu kameralarda hardasa 3 aydan bir kvartalın deyirlər. 3 aydan bir deməli onların yaddaş kartlarını biz çıxardırıq və yeni bir kartlar qoyuruq. Onların enerjilərini bərpa edirik. Onların tarix sırasında hər şeyin dəqiqliyinə baxırıq. İşlək vəziyyətdə qoyuruq zadla ərazilərdə. Amma oradan götürülmüş bu 3 ay ərzində çəkilmiş kartları isə gedirik, zadı göndəririk VF-in Bakı ofisinə. Və orada dəqiqliklə müşahidə edirlər ki, orada yəni bir kamerada, yəni dəqiq informasiya orada artıq olur ki, yəni onlar bir kamerada eyninin bəbiri düşür, başqa bir heyvanın düşür. Ola bilsin, yəni bir ərazidə bir neçə dəfə o fırlanıb, yəni o kameranın qabağına keçir. Yeniliklər onu gözləyir ki, yəni bu kameralarla bu müşahidə aparmışıq. Yəni faunanın bütün növlərini burada yəni görüntülər olub, yəni müşahidə eləmiş. Buna görə də yəni kameraların sayını artırmaq, daha çox böyük informasiya əldə etmək bu bölgədə. Ondan sonra yəni o köhnə kameralarla, yəni o çox işləmiş kameraları, düzgün işləməyən kameraları yeniləmək gedir. Vaxtında onların yəni o enerjisinin, yəni batareyaların verilməsi, kartların yerinin dəyişməsi, yəni hər hansı bir kamerada deyən biz yəni yaxşı informasiya almadığımızda yerlərinin dəyişilməsi, bunun hamısı VF tərəfindən görülür. Ümumiyyətlə bir kamerada belə deyək də 3 ay ərzində də, bir rüb ərzində informasiya alınmadıqda onun yeri dəyişilir. Hansı halda yeri dəyişilir ümumiyyətlə belə deyək? Yəni birisi elə yerdə məsələn o hansı ki heyvanların miqrasiyada gəzdiyi yeri olmadığı üçün o hansı ki o cığırlarda hərəkət etmir. Yəni orada yaxşı bir məlumat toplamadıq halda onu bir başqa bir yerə köçürdürük. Yəni orada məsələn daha yaxşı məsələn məlumat toplaya bilirik. Görüntülər ala bilirik. 32 kamerada neçəsindən informasiyalar almaq olur 3 ay ərzində? Demək olar ki, yəni onların hamısı yəni işləyir. Onlar yəni hamısına demək informasiya toplama olur. Yəni vəhşi heyvanlar düşür. Bəli, vəhşi heyvanlar düşür. Yəni kamera belə bir şeydir ki, yəni onun qabağında hər hansı bir tərpəniş olan kimi o çəkməlidir onu. Yəni bildiyiniz kimi o 3 saniyə ərzində şəkil çəkir. 10 saniyə ərzində yəni videosunu çəkir. Belə deməli o bütün hallarda təkcə o heyvanlar yox, hər hansı bir yarpaq da düşsə belə onun şəkli çəkəcək, tərpənişdir. Təkcə o heyvanların çəkişidir. Biz müşahidə edirik ki, yəni ərazilərdə, yəni ola bilsin brakonyerlər olsun, yəni hər hansı bir başqa bir şey olsa, yəni mütləq o kamera onu çəkir və biz məlumat əldə edirik ki, yəni burada nə var? Kameralar neçə metr ağacın yüksəkliyi, qüvvətli yerdəsə bağlanır təxminən? Təbii ki, onu elə bir heyvandan deməli hündürlüyündən biraz yuxarı, hardasa metrə yarım, elə bir yer var ki, məsələn orada bir o baxırsan yaxşı heyvanların keçid yeridir. Bu mümkündür. Ya yuxarı ağacda 3 metrdə çəkib qoyursan, yəni o uzaqda baxır da, onun əraziyə baxır ki, yəni orada çox güman ki, yəni yerdə onu qurmaq olmaz, çünki o baxanda yəni biz bunu etmişik, görmüşük. Yaxşı yəni kadrla götürülməsi aşağıda qoymuşdur. Yəni o heyvan istərsən o ayı olsa deyəm, o çəkəndə maraqlanırlar ona da. Onun üçün maraqlıdır. Məcbur ki, yəni orada o çəkiliş zamanı o əl dayanda, bir tərpəniş olanda kamera o cür xarab ola bilir. Ona görə də biraz hündürdə qoyuruq ki, yəni heyvanın elə bilinə ki, belə lori deyəsən əli çatmasın həmin yerdə. O məqsədlə biraz hündürdə qoyuruq.
Tahir müəllim, ümumiyyətlə hansı ərazilərdə burada bu fototellər quraşdırılmısınız və son müşahidələr, kadrlara nələr daha çox düşür? Əsasən bizim bu müşahidə etdiyimiz kameralar 32 ədəddən ibarətdir. Biz əsasən yerləşdirmişik Astara bölgəsində, Lənkəran və Lerik bölgəsində bunları yerləşdiririk. Müşahidə olunub deməli ən çox burada o çöl donuzların artımı biz müşahidə edirik. Ayların müşahidə eləmişik, yəni artım çoxdur. Ondan sonra və digər məməli heyvanların. Orada oxlu kirpilərdir, yenüstlərdir. Ondan sonra tirandazlardır və digər çöl pişiklərdir. Qamışlı pişiklərin artımını biz bunları çox müşahidə edirik. Yəni bu artım var. Kameralar vasitəsilə müşahidə edirik. Yəni artım var orada. Daha çox bu heyvanların meşənin hansı ərazilərində rast gəlinir? Hansı dolaylarında? Təbii ki, bu göylərin çoxalması deməli biz müşahidə eləmişik kamera vasitəsilə ki, Lənkəran bölgəsində Avropa göylərinin çoxalmasını biz müşahidə eləmişik. Və o yırtıcı ayıların müşahidə olunmasını biz Astara bölgəsində müşahidə eləmişik. Sonra vaşaqların çoxalmasını biz Lerik zonasında, yəni bu cür heyvanların çoxalmasını biz kamera vasitəsilə müşahidə eləmişik. Onlar ümumiyyətlə sayların da müəyyən eləmək olurmu bu kadrlara əsasən, yoxsa təxmini bir rəqəm çıxır? Yəni onlar təxmini yəni saylar hesablanır. Yəni o eyni heyvan ola bilsin ki, yəni kameranın qabağında keçsin. Yəni onun daha çox mərkəzdə, VF mərkəzində, yəni eyni heyvanın olub olmamasını orada deməli o dəqiq müşahidə edilir.